Salam uşaqlar, bu gün sizinlə Manna mövzusuna video izahına baxacağıq. Deməli, Manna eradan əvvəl 9-cu əsrdə, yəni eradan əvvəl 1-ci minillikdə deyirik ki, Azərbaycanın cənubunda, yəni Urmiya gölünün ətrafında yaranmış olur və dövlət yaranmamışdan öncə vilayətlər şəklində mövcud olur və deyirik ki, Aşurlar Mannanın hakimlərini tayfa başçılarından fərqləndirmək üçün onlara Şarrani deyirdilər. Və eradan əvvəl 11-9-cu əsrlərdə deyirik ki, Manna ərazisində yerləşən vilayətlər hər biri özü əslində ayrı bir müstəqil vilayət idi. Hər vilayətin öz başçısı var idi. Hər vilayətin öz mərkəzi şəhər qalası var idi. Lakin eradan əvvəl 9-cu əsrdə deyirik ki, Mannanın hər bir vilayətin ayrı-ayrı müstəqil hakimlər tərəfindən idarə edilməsi nəticəsində ölkəyə xarici hücumlar baş qaldırmağa başlayır. Buna görə deyirik ki, Mannanın vilayətləri artıq birləşib bir dövlət halına gələcək ki, burada əsas rol zaman üzərinə düşürdü. Bəzən könüllü, bəzən isə məcburi halda deyirik ki, vilayətlər birləşir və sonunda Manna dövləti yaranmış olur. Və biz Mannaya Lullubilərin, Kutilərin, Turukkilərin siyasi varisi kimi baxırıq və Manna ərazisində əsas bir neçə vilayət öyrənirik ki, bunların içində ən çox sizə lazım olan Zaman vilayətidir ki, deyir ki, Zaman həm Lullubilərin ölkəsi sayılırdı, vilayəti sayılırdı, həm də deyirik ki, Zaman Mannanın ən böyük, ən güclü vilayəti sayılır. Bundan başqa Gizan, Gizilbonda, Subi, Zikerto vilayətləri sizə lazım olacaq. Bunun içində də Zikertonu da hava ədəbiyyatda saxlayırsınız ki, Zikerto deyəcəyik ki, Manna mövcudluğu dövründə ondan birinci ayrılan vilayət olub. Daha sonra dövlətin paytaxtı İzirtu şəhəridir. Xəritəyə baxanda Urmiya gölünün ətəyinə baxırıq və deyirik ki, paytaxt İzirtu şəhəri orada yerləşir. Mannana bağlı deyirik ki, ilk dəfə Mannanın adı mənbələrdə eradan əvvəl 843-cü ildə çəkilməyə başlayır, yəni 9-cu əsrdə və Aşur hökmdarı 3-cü Salman Sarı Mixi-yazı kitabəsində Manna adlı tayfaya rast gəlirik. Bəs ikinci dəfə nə vaxt çəkilir desək, deyirik ki, eradan əvvəl 829-cu ildə 3-cü Salman Sarının sərkərdəsinin hücumu zamanı ilk dəfə Manna hökmdarının Udakinin, yəni ilk hökmdar olaraq, yəni Udakinin və paytaxt şəhəri, yəni ki, İzirtun adı çəkilmiş olur. Mannana bağlı onu deyirik ki, siz mövzunu oxuyanda daha çox İranzunun fəaliyyətini öyrəndiyiniz üçün və Mannanı mərkəzləşmiş bir hala İranzu gətirdiyi üçün bəzən uşaqlara belə fikir yaranır ki, Mannanı İranzu yaradıb. Amma yadda saxlayırıq ki, Mannanın ilk hökmdarı İranzu deyil. Ya da son hökmdarı o ailə deyil. Baxın, əgər İranzu ilk hökmdar olsaydı, biz onun hakimiyyət illərini 740-dan öyrənməzdik, düzdür? Çünki Manna 9-cu əsrdə yaranır, amma İranzu 8-də hakimiyyətə gəlib, 8-ci əsrdə. Yəni ilk hökmdar deyil. Və gəlir son hökmdar məsələsinə. Biz bilirik ki, o ailə eradan əvvəl 650-630-da hakimiyyətdə olub. Amma dövlət süqut edəcək 590-cı ildə. Ona görə deyəcəyik ki, son hökmdar o ailə deyil. Bunu mütləq yadda saxlayırsınız. Daha sonra deyirik ki, eradan əvvəl 9-cu əsrdə Manna Aşur və Urartunun mübarizə meydanına çevrildiyi üçün daha sonra deyəcəyik ki, İranzu hakimiyyətə gələndə Aşurla yaxınlaşıb Urartuya qarşı mübarizə aparacaq. Və eradan əvvəl 9-cu əsrin sonlarında Urartu Mannanın Gizan vilayətini tutur deyirik. Və yadda saxlayırsınız ki, Aşur və Urartunun Manna ilk hücumları 9-cu əsrdən başlayır. Gəlir idarə etmə sisteminə, Manna mərkəzləşmiş dövlət sayılır, amma 8-ci əsrdən etibarən. Eradan əvvəl 8-ci əsrdən etibarən deyirik ki, Manna mərkəzləşmiş dövlətdir. Və Mannada canişinli sistemi yaranmağa başlayır və bunlarda hakimiyyət irsən keçməyə başlayır. Baxın, saydığım 3 dənə məsələ. Mannanın eradan əvvəl 8-ci əsr fəaliyyətinə aiddir. Yəni, birincisi, Mannanın mərkəzləşmiş dövlət olması, ikincisi, hakimiyyətdə irsi hakimiyyətin mövcudluğu olması və canişinlik sisteminin yaranması. Bunların üçü də eradan əvvəl 8-ci əsrə aiddir. Dövlətin başında hökmdar durur və hökmdar qeyri-məhdud hakimiyyətə malikdir. Bunu unutmuruq. Dövlət ictimai quruluşuna görə quldar, siyasi quruluşuna görə monarxiyadır. Çünki bizim öyrəndiyimiz dövr quldar dövrdür. Bu hakimiyyət irsən keçir deyənə ona monarxiya deyirik. Və dövlətlə bağlı onu deyirik ki, hökmdarın yanında məsləhətçi orqan fəaliyyət göstərir. Bunu Ağsaqqallar Şurası deyirik. Və dövlət inzibati cəhətdən vilayətlərə bölündüyünə görə onu hökmdar tərəfindən təyin olunan canişinlər idarə eləməyə başlayır. Amma dövlət siyasi baxımdan daha çox deyirik ki, Aşur dövlətinə yaxın olur. Urartuya qarşı da mübarizə aparır. Mannanın yaranmasının iki əsas tarixi əhəmiyyəti var. Bunu mütləq yadda saxlayırsınız, testlərdə qarşınıza çıxacaq. Bizim dövlətçilik ənənəmizin başlanğıcı Mannadan götürüldüyü üçün deyirik ki, Azərbaycan xalqına dövlətçilik ənənəsi məhz Manna miras qoyur. Və sonraki yaranan dövlətlər ki, öyrənəcəyik, həmin o
dövlətçi ənənəsindən yararlanmış olur deyirik. Danışırıq sonra İranzunun fəaliyyətindən. Hökmdarların hakimiyyət türləri mütləq əzbəriyyatda saxlayırsınız. Çünki sizə testlərdə qarşınıza mövcudluq baxımından düşəcək. İranzu eradan əvvəl 740-dan 719-a qədər hakimiyyətdə olur və hakimiyyətə gələndə qarşısında iki əsas məsələ var idi. Birincisi deyirik ki, Manna vilayətlərini birləşdirib mərkəzi hakimiyyəti gücləndirmək istəyirdi. İkincisi də deyirik ki, Mannanın xarici hücumlarının qarşısını almaq istəyirdi. Daha sonra deyir ki, İranzu qarşısında daxili məsələlər qoymuş ki, bunlar nə idi? Birincisi, dövləti mərkəzləşmiş hala çevirmək. İkincisi, danışıqlı sistemi yaratmaq. Üçüncüsü də əsas məsələlərdən biridir ki, onun dövründə Manna artıq bütün cənub-qərb torpaqlarını əhatə edirdi, həm bütün torpaqları birləşdirmişdi. Amma bütün cənubdan söhbət gedir. Şimali Azərbaycan bu aidiyyəti yoxdur. Ərazisi şimalda Araz çayına, cənubda isə Parsuaya və Midiyaya qədər çatırdı. Xarici siyasətin nədən danışırıq? Birincisindən deyirik ki, Urartunun zəifləməsindən istifadə edəcək və Manna vilayətlərini geri qaytaracaq. Daha sonra Manna qədim şərqin ən güclü dövlətlərindən birinə çevriləcək. Aşın siyasi üstünlüyünü tanıyıb ona xərac verəcək və Aşurla Manna arasında uzun müddət müttəfiqlik münasibətləri mövcud olacaq. Lakin ölkənin mərkəzləşdirilməsinə qarşı çıxan Urartu meyilli canişinlər var idi ki, bunlar Urartuya meyilli siyasət yürüdü və mərkəzləşdirməyə mane olurdu. Eradan əvvəl 735-ci ildə deyirik ki, Urartuna Aşur dövləti arasında mübarizə baş vermiş olur və bu mübarizədə Urartu məğlub olur. İkinci Sarqonun ölkəyə, yəni Mannaya 3 dənə yürüşünü yadda saxlaması testlərdən qarşınıza çıxacaq. Birincisi eradan əvvəl 719-dur, ikincisi eradan əvvəl 716-dur, üçüncüsü eradan əvvəl 714-dür. Bu üç yürüşün birincisi, yəni eradan əvvəl 719-cu yürüşü İranzunun dövrüdür. Amma eradan əvvəl 716 və 714-cü illər gəlişi isə Ulusun dövrünə düşür və bu gəlişlərin birində, yəni eradan əvvəl 716-cı il gəlişində ikinci Sarqon İzirtunu yandırıb. Bu birinci yandırılmadır, bunu unutmursunuz. Gəlirik indi həmin gəlişlərin məqsədinə. Eradan əvvəl 719-da ikinci Sarqon ölkəyə gəlməkdə məqsədi Mannada İranzuya qarşı Şandaxıl və Durduqqa vilayətlərində, şəhərlərində olan üsyanı yatırmaq idi. Və həqiqətən gəlib üsyanı yatırır və ərazinin şəhərləri İranzunun hakimiyyətindən qaytarır və üsyancı şəhərləri, vilayətləri dağıdaraq əhalinin bir hissəsini öz ölkəsinə aparır. Daha sonra İranzu vəfat eləmiş olur, amma üsyan nəticəsində ölmür İranzu. Sadəcə üsyandan bir müddət sonra ölür. Onun yerinə oğlu Aza gəlir, eradan əvvəl 718-dən 716-ya qədər hakimiyyətdə olur və yenə o da atası kimi aşırı meyilli olur. Sadəcə o güclü bir dövr saymır onun dövrü. Eradan əvvəl 716-da deyirik ki, onu Aşuş dağı yaxınlığında və ya səhhətdə çıxa bilər testlərdə qarşınıza. O dağ ətrafında Urartu tərəfə keçmiş canişinlər onun sürgəsini öldürəcək. Və buna görə də Mannadan bir sıra vilayətləri birinci Rusa özünə tutub keçirdəcək. Bunlar deyirik ki, Mannanın şimal-qərb vilayətləri olacaq ki, bir də Mannanın 22 qalası. Bunlar keçəcək birinci Rusanın əlinə. Və birinci Rusan Azanın qardaşına, yəni İranzunun digər oğlu Ulusununu hakimiyyətə gətirmiş olur. Eradan əvvəl 716-680-ci illərdə hakimiyyətdə olur. Yəni həm 8-ci əsrdə hakimiyyətdə olur, həm də 7-də. Testlərə bu düşür. Aşurla ittifaqdan çıxır ki, bu da onun ən böyük siyasi səhvi olur. Buna görə də eradan əvvəl 716-cı ildə deyəcəyik ki, ikinci Sarqon ölkəyə yürüş eləyəcək. Çünki Ulusun həm Aşurla ittifaqı pozmuşdu, həm də ki, Urartuna yaxınlaşması Aşura sərf eləmirdi. Və 716-cı yürüşün nəticəsində dedik ki, bayaq paytaxt İzirtu şəhərini yandırır. Amma Ulusunu bağışlayır sonradan, Ulusunla barışırlar və Ulusunu pozduğu ittifaqı özü bərpa edir. Bax, bunu yadda saxlayırsınız. Daha sonra ikinci Sarqonun ən uğurlu yürüşü eradan əvvəl 714-cü ildə olur. Yürüş zamanı deyirik ki, onun Mannana bağlı 3 əsas məqsədi var idi. Birincisi, Mannanı Urartu təcavüzündən qorumaq. İkincisi, Mannada Aşur dövləti mövqeyini möhkəmləndirmək. Üçüncüsü isə deyirik ki, Aşur xəzinəsinə vaxtında xəracın göndərilməsini təmin etmək. Və eradan əvvəl 714-cü ildə Sirdaqqa müqaviləsi imzalanır tərəflər arasında və Manna Aşur xəzinəsinə xərac verməli idi. Aşur isə tutulan Manna torpaqlarını geri qaytarmaqda Mannaya kömək edəcəkdi.
Və bu hadisədən sonra elə həmin ildə 1-ci Rusana 2-ci Sayğun vuruşurlar və vuruşma nəticəsində deyirik ki, 1-ci Rusiya məğlub olur və döyüşdən bir müddət sonra isə özünü öldürürdü. Yəni Urartuna bağlı artıq 7-ci əsrdə, 6-cı əsrdə heç bir məsələ öyrənməyəcəyik. Yəni testlərə düşsək ki, əvvəl 7-ci əsrdə Urartu kiminləsə müttəfiq olur Mann ərazisində, o yanlış fikir olacaq. Və ondan sonra Aşşerinin fəaliyyətini öyrənirik biz. Aşşeri eradan əvvəl 675-650-ci illərdə hakimiyyətdə olur və bu müddətdə deyirik ki, ölkəyə kimya, İskit tayfaları gəlirdi. Yəni Aşşeri Aşur İttifaqı pozmuş olur. Yəni tam müstəqil siyasət yürüdür. Bu ölkədəki hökmdarların tam müstəqil siyasət yürüdən soruşsa sizdən testlərdə o Aşşeridir. Amma Aşşeri pozduğu ittifaqı özü bərpa eləməyəcək, oğlu o ailə bərpa eləyəcək. Bunu yaddan çıxarmırsınız. Və buna görə də ittifaqı pozduğuna görə Aşşeri eradan əvvəl 650-ci ildə Aşur hökmdarı Aşurbanipal Mannaya gəlir. Və gələndə birinci İskitlərin bir tərəfindən nail olur ki, Mannaya kömək eləməsin. Və eradan əvvəl 650-də Mannaya gələndə İzurtunu və digər şəhərləri yandıracaq. Yəni Mann 2 dəfə yandırıldı. Biri eradan əvvəl 716-cı ildə 2-ci Sayğun gələndə, ikincisi eradan əvvəl 650-də Aşurbanipal gələndə. Testlərə oxşaracağı kimi düşür. Və 650-ci ildə isə Aşşerini xalq üsyanı nəticəsində öldürəcəklər. Əgər sui-qəsd nəticəsində öldürülən hökmdar desə, bu Azadır. Amma xalq üsyanı nəticəsində öldürülən hökmdar desə, bu Aşşeridir. Və Aşşeridən sonra oğlu ailə hakimiyyətə gələcək, gələndən sonra da Aşur İttifaqı bərpa edəcək. Manna isə eradan 590-cı ildə Midiya tərəfindən süquta uğradılacaq. Daha sonra deyirik ki, Mannada əhalinin təbəqələri, əyanlar, sənətkarlar, kəndlilər və qullardan ibarət olur. Dövlət özü də türk mənşəli bir dövlətdir. Oturaq həyat sürürdülər. Vilayətlər baxımından Sibi vilayəti ilə əsasiyyətdə saxlayırsınız ki, atarixlərində məşhur olan bir vilayət olub. Təsərrüfatda bunlardan sənətkarı daha çox inkişaf edib. Ən çox da Həsənədən Qızılcamın yadda saxlayırsınız ki, bu çox tanıtıcılığın olduğunu sübut edir. Ziviyədəki gümrük sistemi isə onların hieroqlif yazıdan istifadə edildiyini bizə sübut eləmiş olur. Bir də Qrifonla Sfinksi yadda saxlayırsınız ki, 2 dənə əfsanəvi varlıqdır və diri ağacını yadda saxlayırsınız ki, təbiətin ölüb dirilməsinə bağlıdır.